Ölkələri həm də bayraqları ilə yadda saxlayırıq. İndi göstərəcəyimiz bayraqları isə səhv salma ehtimalımız çoxdur. Əkiz bayraqların təqdimatına Cənubi İrlandiya və Kodivar bayraqları ilə başlayaq. Eyni rənglərdə sadəcə bayraqlardan birini tərsinə çevirdikdə digər ölkənin atributuna çevrilə bilər. İtaliya və Meksika bayraqlarına fikir verin. Rənglər eynidir və Meksika bayrağının üzərindəki təsvir fərqləndirici nişan ola bilər. İllər əvvəl isə dəniz səyahətləri zamanı bayraq oxşarlığına görə İtaliya və Meksika gəmiləri dəfələrlə səhv salınıb. Niderland və Lüksemburq bayraqları çox çətinliklə fərqləndirilə bilirlər. Fərq sadəcə Lüksemburq bayrağındakı mavinin açıq tonda olmasıdır. İndoneziya və Monakonun bayraqlarını da ayırmaq müşkül məsələdir. Sadəcə bayrağın uzunluğu və qırmızının tünd tonu ilə seçilirlər. Hətta bir dəfə Monako rəsmiləri etiraz etmişdilər ki, İndoneziya bayrağı dəyişdirilsin. Amma qarşı tərəf cavab vermişdi ki, biz 15-ci əsrdə bu bayrağın altında birləşmişik və bunu dəyişən deyilik. İndi isə dünyanın bəlkə də ən oxşar bayraqlarını görəcəksiniz. Çad Respublikası ilə Rumıniyanın bayraqları bir-birinin eynisi. Bəlkə siz bilərsiniz, bu bayraqları necə ayırmaq olar? Şərhlərinizi gözləyirik.